Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Hər birinizi xoş gördük. Blok imtahanına bildiyiniz kimi çox az bir müddət qalıb, sayılı günlər qalıb və mən istədim ki, belə bir video çəkim, həm şagirdlərimizə dəstək məqsədli, həm də aranızda bilirəm ki, həyəcanı olanlar, son günlərdə nələr eləməliyik, sualına cavab axtaranlar çoxdur. Ona görə də istədim belə bir video çəkim. Ümid edirəm yararlı olar. Əgər yararlı olsa, videonu bəyənib yoldaşlarınızla da paylaşmağı unutmayın. Deməli uşaqlar, blok imtahanına bu gün etibarilə, bu gün ayın 11-idir, video da böyük ehtimal ilə bu gün yayımlanar və an etibarilə artıq yəni 12-13 gün, 13 gün deyə bilərik qalıb. Əslində 13-cü gün çıxsaq, həmin gün imtahanda 12 gün qalıb deyə bilərik və bu 12 gündə nələr eləməliyik uşaqlar? Deməyin ki, mən 12 gün heç nə eləmədən, yəni dayana bilərəm, ehtiyac yoxdur artıq, nə oxumuşam, artıq nəyisə eləməyin faydası yoxdur deyə düşünməyin, qətiyyən. Son günlər çox önəmlidir mənim fikrimcə, bir müəllim olaraq bunu tam əminliklə deyə bilərəm. Son günlər şagirdlərimə nə tövsiyə edirəm, nə elətdirirəm, nə tələb eləyirəm və sizə də məsləhətim nə olardı? Deməli uşaqlar, son günlərinizi səmərəli keçirməlisiniz. Necə? Tempi biraz artırmalıyıq, amma oxumaqla daha çox yox. Yəni yeni məlumatlar oxumayın, bilmədiyiniz mövzu qalıbsa hansısa fəndən məsləhət görmürəm ki, imtahana sayılı günlər qalmış, həmin mövzuları durub oxuyasınız. Çünki beyninizi yükləməkdən başqa bir şey yaramayacaq. Olan məlumatları da beyninizdə qarışdıra bilərsiniz. Ona görə də sadəcə və sadəcə konspektlərinizi təkrarlamaq, qəşəng təkrarlar eləmək, qeydləriniz olsun, kitabda o kiçik-kiçik və yaxud da fosforladığınız hissələr olsun. Bax, onları qəşəng təkrar eləmək lazımdır, konspektlərinizi qəşəng təkrar eləmək lazımdır və ən əsas məsələ bilirsiniz nə lazımdır? Deməli, bu videonu izləyən şagirdlərimiz başlasın 12 gün. 12 gün ərzində uşaqlar mütləq və mütləq şəkildə hər gün səhər-səhər idman kimi düşünün, bu zehni idman versiyasıdır. Hər gün səhər-səhər oyananda 2 saat yarım özünüzə vaxt qoyursunuz və bu 2 saat yarım ərzində 3 fənnin bir yerdə blok imtahanını işləyirsiniz. Amma hansı imtahanları? Son 4 ilin, son 3 ilin, 4 ilin, hətta 5 ilin olsa lap yaxşı olar. Birinci şans və ikinci şans qəbul imtahanlarına, yəni may ayındakı imtahanlarda, yay imtahanı da. Oturursunuz, məsələn, səhər-səhər bugün 1-ci may imtahanı işləyin, 2025-in may imtahanını. 2 saat yarım vaxt qoy, 3 fənni bir yerdə işlə. Amma işləyəndən sonra otur təzədən, onun izahlarına düz yazdığım belə olsa, otur o sualların, 90 sualın hamısının izahına dənə-dənə bax YouTube-dan. Anlamadığım bir şey olanda müəllimlərindən soruş, dəqiqləşdir. Yəni, o qəbul sualını detallı şəkildə təhlil edirsən. Bu, bitdimi? Bitmədi. Oradan qeydlər çıxardırsan. Hansı mövzular düşübmüş, hansı mövzular daha çox ön plandadır, ümumi sualların içində nələrə daha çox toxunub, hansı mövzular daha çox düşüb suallarda, hansı suallar məndə çətinlik yaradır. Məsələn, biz 2025-in may imtahanını şagirdlərimlə işlədik bir neçə gün əvvəl və o qədər detallı müzakirəli işlədik ki, hər şeyə toxunduq demək olar həmin suallarda və şagirdlərə dedim ki, dərsdən sonra onu özləri oturub təzədən başdan ayağa bir də işləsin. Yəni, baxmayaraq ki, biz bir yerdə işləmişik, bir də özləri işləsin və orada dərsdə dediyimiz qeydləri təzədən götürsünlər, təkrar eləmiş olarlar. Bir də uşaqlar, şagirdlərlə təhlildə də ortalığa çıxmışdı. Biz analiz elədik ki, deməli, keçən il səhv eləmirəmsə, Azərbaycan dilindən də deyəsən 9 sual, 8 sual, belə daha doğrusu 10 sual deyəsən cədvəl tipli idi və ədəbiyyatda da təxmini bu qədər idi. Demək ki, cədvəl tipli sualları, o 5-6 mövzunu, hətta bəzən 10 mövzunu belə əhatə edən bir dənə sual olur, cədvəl olur. O cədvəl tipli sualları oturursunuz, ən qəşəng təkrar metodudur. Dimin topusunu açırsınız, harada cədvəl tipli sual var, Eylerven var, klaster var, doğru-yanlış cədvəl var. Onları təzədən vaxt qoyub işləyirsiniz. Məsələn, 20 dəqiqə tutalım, 15 dənə cədvəl sual işləməyə qarşına hədəf qoy hər gün, hər fəndən. Yəni, bu da çox işinizə yarayacaq. Ən gözəl təkrar metodudur. Yəni, konspektlərini təkrar edəndən sonra əlavə eləyəcəyin şey də olsun ki, hər gün 20 dəqiqə bir fənnə əlavə vaxt ayırıb, cədvəl tipli sualları vaxt qoyub işləmək. Çünki uşaqlar, bu il görəcəksiniz, cədvəl tipli sualları hər il getdikcə daha da artırırlar. Onlar biraz labirint suallar olur deyə, yəni
biraz çaşdırıcıdır, beyin qarışdırıcıdır. Həm əvəzliyi soruşur, həm isim soruşur, həm isim birləşməni, həm isim xəbəri, həm isimlə əlaqədə olan sözü soruşur, hər şeyi soruşur. Yəni hər şeydən qarışıq-qarışıq olur o tipdə suallar, o qarışıq suallar. Və ən çox da şagirdlərin imtahanına vaxtını apardığı, ən çox da səhv çıxan suallar onlar olur. Ona görə də siz bunu bu 10 gün ərzində qəşəng praktik edirsiniz və imtahanda əsla çətinlik çəkməyəcəyinizə adım kimi əminəm, bunu məsləhət görə bilərəm. Deməli, və hər gün qəbul suallarını işləmək. Yəni, vaxt qoyub model sınağının son 3 ilin qəbul sualını, son 3 ilin model sınaqlarını, son 3 ilin, yəni nə varsa dimin materiallarından onları oturub işləmək ən önəmlisidir və toplan seçib cədvəl suallarına baxmaq. Bir sözlə videomuzu belə toparlasaq, konspekt kimi düşünsək, məsələn, siyahı formasında nələr eləməli olduq bu 13 gündə biz? 13 gündə hər gün səhər-səhər qalxdıq, 2 saat yarım budilnik vaxt qoyduq. Bu gün, məsələn, 2025-in qəbulunu işlədik, may imtahanını. İşləyəndən sonra rahatlaşmadıq, yoxlayandan sonra əlbəttə ki, bir-bir oturub bütün sualların izahına baxdıq, qeydlər götürdük. Hansı mövzuda səhv yazmışıq, hansı mövzuda çətinliyimiz olub, o mövzunu təkrar eləmək lazımdır, səhvi tam aydınlaşdırmaq lazımdır. Yəni, detallı təhlil edəndən sonra o imtahandan işim bitdi. Ondan sonra həmin gün hər fəndə təxminən bir 20 dəqiqə ayırıb, topunu açırsan, həm maraqlı olur, rast gəlib bütün mövzulardan təkrar edirsən. Açırsan, cədvəl sualını işləyirsən. Ancaq cədvəl doğru-yanlış, bir cümləyə aid doğru fikir, bir cümləyə aid yanlış fikir, 2 cümləyə aid doğru fikir suallar olur. Bax, onları oturub işləyirsən. Qəşəng labirint kimi vaxt qoyub, qoy beynin aktiv olsun, öyrəşsin imtahan qabağı. Daha sonra, bundan da işin bitdi. Yəni, indi onun başqa əlavə müəllimin nə tapşırıqlar veribsə, həmin gün ərzində onu eləyə bilərsən. Yəni, hər gün bu rutini eləyin. 2 şey dedikdə, düzdürmü? 1. Qəbul sualını işləyib detallı analiz eləmək. 2. Deməli, hər hansı bir mövzu seçib, dediyim kimi zəifliyimizi təkrar eləmək və cədvəl suallarını işləmək. Baxın, bunları eləsəz, həqiqətən deyirəm, yəni 13 gün ərzində belə özünüzdə böyük bir fərq yaratmış olarsınız. Ona görə də stresə düşmək əvəzinə, oturub düşünmək əvəzinə ki, nə olacaq, görəsən mənim axırım, blok imtahanı çətin olacaq falan. Əslində çətin deyil ki, çətin suallar o cədvəl suallardır, hansı ki 6-7, bəzən 10 mövzunu əhatə eləyir. Sən də bu 13 gündə onu praktik elə, imtahanda da rahat yaz. Yəni, burada qorxulu heç nə yoxdur, kabus kimi heç nə yoxdur. Bu dünən bloku işlədik bir neçə gün əvvəl. Uşaqlar o qədər motivasiyası artdı ki, müəllimə, hamısı keçdiyimiz suallardır, hamısı dediyimiz taktikalardır. Yəni, orada qeyri-adi bir şey yoxdur, uşaqlar özünüzü qorxutmayın. Adı imtahandır, blok imtahandır deyə hər birinizi çəkindirir. Sadəcə orada yəni sizə biraz çətin gələsi, çətin suallar dediyimiz cədvəl suallardır. Dediyim kimi 10-15 mövzunu əhatə eləyən. Sən də imtahan qabağı 10-15 mövzu əhatə eləyən sualları işlə, vaxt qoy işlə, qoy beynin aktiv olsun. Yəni, bunu vərdiş halına gətirsin, imtahanda daha sürətli tapsın onları, görəndə qorxmasın. Bir də keçən ilin A variantı kitabçasında cədvəl tipli sualları ilk səhifəyə qoyublar. Bu da şagirdləri daha da qorxutmuşdu. Amma sonraki hissələrdə asan suallar da çox idi. O da sizi qorxutmasın uşaqlar. Birdən imtahanda kitabçanı açarsınız, elə 10-15 mövzunu əhatə edən ilk suallarla qarşılaşarsınız ki, axıra qədərmi belədir görsən? Xeyr, əlbəttə ki, bildiyiniz suallar da çox olacaq. Narahat olmayın. Orada bir-iki dənə belə deyim də, bir-iki dənə yox, harasa bir 10 dənə cədvəl suallar olacaq. O cədvəl suallarında özünün bu 13 gün ərzində hazırlaşdırmalısın. Bu qədər bəsitdir. Yəni, qəşəng bu dediklərinizi eləyirsiniz müəlliminizin dediyini və imtahanda uğur qazanma şansınızı 99%-ə qaldırırsınız. İnşallah yaxşı olacaq. Hər birinizə uğurlar arzu edirəm. Həyəcanlanmayın, orada qorxulu heç nə yoxdur. Son 3 ilin, 4 ilin. Bu arada bu dediyim bütün qruplar üçün keçərlidir. 1-ci qrup, 2-ci qrup, 3-cü qrup, 4-cü qrup, hər biri. Yəni, həmin blok fənlərinin hansı ilə ki, imtahan verəcəksinizsə, həmin fənlərin son 3 ilin, 4 ilin model suallarını, qəbul suallarını, 1-ci şans, 2-ci şans, hər birini hər gün vaxt qoyub işləyirsiniz. Bugün 2025, sabah 2025-in 2-ci şansı, birisi gün 2024-ün 1-ci şansı, ondan sonrası gün 2024-ün 2-ci şansı, ondan sonrası gün 2025-in modeli, məsələn, hər günə bölüşdür qəşəng və hər gün 2 saat yarım bunu eləsən, oldun qəhrəman. Hər birinizə uğurlar arzu edirəm. Mən uğur qazanmanızın, yəni imtahanı uğurlu verməyi sirrini verdim. Artıq izləyib izləməmək, əməl eləyib eləməmək sizə qalıb. Ümid edirəm ki, əməl eləyərsiniz, çünki əməl eləyənlər burada sağ ol deyəcək müəllimlə. İnşallah yaxşı olar uşaqlar. Bu ritini sadəcə idman kimi düşünün, zehni idman kimi, amma disiplinli olmaq lazımdır. Bu gün elədim, sabah yox.
bu günə həvəsim yoxdur, artıq nə edə bilərəm ki, onsuz son günlər. Bu düşüncələrdəsinizsə bu videonun sizin üçün heç bir yarar olmayacaq. Çünki zəif iradəli olmaq lazım deyil, güclü olmaq lazımdır və buraxılışda da biraz hər birimizdə bildiyimiz kimi problemlər oldu, hər kəsdə ölkə üzrə. Vaxt aparan suallar çox idi. Yəni blokda da bir neçə sual artıracaqlar. 2025-in işləyərsiniz uşaqlar, 2025-i görəcəksiniz. Oradakı suallardan da asan bir neçə sualdan alıb çətinə verəcəklər. Yəni çətin sualların sayı biraz bir-iki dənə artırılacaq. Çətin dediyimdə çətin deyil, sadəcə olaraq cədvəl suallardır. Yəni sizin gözünüzdə çətin olan o suallardır. Hansı ki, isimdə soruşur, isim birləşməndə soruşur, isim xəbərdə soruşur. Biraz belə labirint kimi suallardır. Mən də dediyim kimi 13 gün ərzində onları məşq elə ki, o sualları qəşəng rahat yazasan, 30-30 xəbərinizi gözləyirik. Hər birinizə uğurlar arzu edirəm. Videonu çox uzatmaq istəmirəm. Hər şey yaxşı olacaq uşaqlar. Birinci şans imtahanına bunları eləyin. Həyəcanınızı idarə eləməyi öyrənin. Çünki bir də son olaraq onu deyə bilərəm ki, buraxılış imtahanı, bu ilki çətin buraxılış imtahanını belə yaxşı yola verən uşaqlarımızın nəticələri bu arada bir yerə paylaşacağam. Hələ vaxtım olmayıb blok hazırlıqlarına görə. Nəticələrimizi paylaşacağam inşallah. Yaxşı nəticə göstərən şagirdlərimin hər birindən soruşuram və onların ortaq bir cavabı var ki, o çətin imtahanı necə yaxşı veriblər, yəni 90 plus ballan çıxmışdılar. Bir Azərbaycan dilində, indi ümumidə yaxşıdır. Onlar necə imtahanı yaxşı verib? Dedilər ki, çətin sual, ilk məsələn, birinci sual çətindir, düzdür, görüblər ki, vaxt aparan. Ona ulduz qoyub keçiblər o birisinə. Yəni, ilk bir saatı sürətli bir şəkildə başlayıb, asan suallar, hansı daha tez eləyə biləcək suallarsa tak işləyib, eləyib, o birislərin qabağına ulduz qoyub əlbəttə ki, axırda gözünə sataşsın deyə. Daha sonra da ilk bir saat ərzində hər fənnin bütün asan suallarını eləyib bitirib, ondan sonra keçib ulduzlu olanlara, yəni hansılara ki ulduz qoymuşdu, vaxt aparan idi, keçib onlara. Yəni ilk bir saat ərzində hətta sualların yarısını işləyənlər belə olmuşdu. Yəni bu da ağlınızda olsun uşaqlar, nazlı başlamayın imtahana. Yəni sürətli bir şəkildə başlayın. Bunu şagirdimlə videomuzda da demişdik, o da demişdi ki, bəs sürətli bir şəkildə başlamaq lazımdır. Asan sualları, tez gözünə asan görünənlər, tez sırayla eləyə bildiyini eləyirsən, eləyə bilmədiyin gördüyün ki, vaxt aparır. Ulduz qoyub keçirsən o bir suala. Bu şəkildə eləsən, həm vaxtla bağlı problemin olmaz, 3 fənni qəşəng çatdırarsan, həm də ağlında son yarım saatı da koddaşdırmaq üçün mütləq çıx. Onu bütün fənlərə ayıraram deyə düşünmə. O yarım saatı bir çıx, elə hesab elə ki, sənin 2 saat yarım vaxtın var. Və inşallah yaxşı olacaq uşaqlar. Əsas odur. Neynədik? Həyəcanımızı idarə elədik. Sona müəllimimizin dediyi günlük rutinimizə 13 gün ərzində əməl eləyirik. Və imtahan stresimizi azaldırıq. Oturub ağlamaq heç kimə faydası yoxdur oturub ağlamağın, uşaq kimi davranmağın. Əsas odur, çalışmaq lazımdır, disiplin olmaq lazımdır, təkrarlarımızı eləməliyik. Son təkrarlarınızdan orada suallar görəndə deyəcəksiniz, yaxşı ki təkrarlanmışıq, yaxşı ki bunu elədik deyəcəksiniz. Ona görə də mütləq şəkildə, mütləq təkrarlarımızı da eləyirik. Belə uşaqlar, özünüzə yaxşı baxın, hər şey yaxşı olacaq inşallah. İmtahanda sizə bol uğurlar arzu eləyirəm. Özünüzə inanın, biz sizə inanırıq. Orada qorxulu heç nə yoxdur. Rahat imtahanınızı gedib yazıb gələcəksiniz inşallah. Hər şey yaxşı olacaq. Özünüzə yaxşı baxın, hər birinizə uğurlar. Görüşərik inşallah.